kadar ediyor onun hamısı? Hamısı ne kadar ediyor? 35 mi? Ya ben sana 50 manat veririm, ged eve. Yaxşı. Vermə, götürmə, günləri götürmə, apar götürsün. Yo, götürmə, apar onları götür ged. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev. Bu videoya münasibət bildirməzdən öncə onu qeyd edim ki, ötən gün əziz dostum Elçin Ləmbəranskidə ehtiyacı olan bir uşağa velosiped almışdı və paylaşmışdı. Amma Elçin bunu ürəkdən etmişdi. Uşağı öz balası kimi əzizləmişdi və onun arzusunu reallaşdırmışdı. Onun məqsədi özünü reklam etmək deyildi. İmkanlı şəxslərə bir ismarıc idi ki, sizin pulunuz məndən də çoxdur. Kimsəsizlərə, ehtiyacı olanlara yardım edin. Elçinin paylaşımı təbliğat idi. Amma bu xanım müğənninin hərəkəti özünü çox ucuz bir reklam idi. Gül satan uşağa icra edici danışıq tərzi ilə ala bu pulu get evinizə, yəni get evinə gül satma. Gül satmaq ardımı, ayıbdımı? Gül satmaq onun bunun qabağında əyilərək sərxoş kişilərə saxta təbəssümlü, pul basılmaq üçün sinəsini aralı qoyan bəzi müğənnilərin hərəkətindən daha ləyaqətlidir. Uşaq da çox qanacaqlı, halal zəhmətlə pul qazanan biridir. Gülləri maşının qabağı şüşəsinə qoyub və demək istəyir ki, mənə haram pul lazım deyil. Xanım müğənnini tanımıram, amma o gülü götürməyib, ala gül lazım deyil, al bu pulu get evinizə deməsi mənə şəxsən xoş gəlmədi. O bəlkə də əziz müğənni sənin 50 manatından çox halal zəhmətlə becərdiyi o güllərin puluna ehtiyacı var idi. Qısacası, çox icra edici bir reklam idi. Bu xanıma belə bir ucuz reklamı yaraşdırmadım. Hər kəs haqq etdiyi həyatı yaşayır. Elə ona görə də bəlkə də bu xanımı mən tanımıram. Tanınmış deyil.